Salam. Bugün sizlərə immunitetinizi necə artırmağın yolunu deyəcəyəm. Hamınızı xoş gördüm. Videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün əvvəlcədən hamınıza təşəkkürümü bildirirəm. Bu ona görə lazımdır ki, çox insan bu videolarıma baxsın və bəhrələnsin. Xəstəlik nədir? Xəstəlik patogenə qarşı immun sistemin reaksiyasıdır. Problem onda əmələ gəlir ki, immun sistem patogenə güc gələ bilmir və yaxud da infeksiya uzun müddət qalmış olsun. Bədənin patogenə olan reaksiyası normal haldır, məhz qazanılmış immunitet belə formalaşır. Xəstəlik vaxtı ağırlaşma riskini artıran faktorları sadalamaq istəyirəm. Yüksək təzyiq, ürək xəstəlikləri, şəkərli diabet, piyələnmə, xərçəng, autoimmun xəstəlikləri, iltihabi xəstəliklər, qaraciyərdə olan problemlər, böyrəkdə olan problemlər. İndi isə immuniteti necə artırmaq sualını cavablandırıram. Birinci, stresi aradan qaldırmaq lazımdır. İkinci, sağlam yuxunu bərpa etmək. Üçüncü, vitamin D, çink, vitamin C qəbulunu qaydaya salmaq. Dördüncü, keto diyetadan istifadə. Keto diyeta aşağı karbohidratlı qidalardan istifadə deməkdir. Beşinci, interval aclıqdan istifadə. 1, 2 və yaxud da 3 günlük aclıq. Altıncı, gün altında çox olmaq və yeddinci, bağırsağın mikroflorasını yaxşılaşdıran məhsullardan istifadə, probiotiklardan çox istifadə etmək. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.